Şuşa məscidində girişin sağ tərəfində Gövhər ağanın tövsiyəsi ilə daha bir daş kitabə üzərinə İmam Cəfər Sadiqdən bir hədis həkk olunub. Kitabədə yazılır: İmam Cəfər Sadiq, Allahın salamı olsun ona, dedi: Üzü qibləyə durduqda dünyanı və orada olanları, yaradılmışları və onların hansı halda olduqlarını unut. Allahdan uzaqlaşdırılan hər bir şeyi qəlbindən boşalt. Daxili aləminlə Allahın əzəmətini dərk et və uca Allahın qarşısında dayandığını xatırla. Beləliklə ibadət evinə daxil olan bu hədisi oxuyarkən dünyanı unudub uca Allahın bəndəsi olduğunu düşünməyə dəvət olunur. Məsciddən çıxarkən isə Gövhər ağanın möhtəşəm xeyriyyə əməllərini əks etdirən kitabələr oxuyaraq dünya işlərində yaradılış məqsədini unutmamağa və bəndəlik işinin ən yaxşısının xalqa xidmət etməyi xatırlamağa təşviq edilir. İnsan yaradılışının əsasında duran bu fəlsəfəni Gövhər ağa öz həyatında tam yaşamışdı. Ailəsindən qalan mirası Allah yolunda, xalqının ehtiyaclarının ödənməsi, maddi və mənəvi inkişafı yolunda sərf etmişdi. Bu fəaliyyətində çox sevdiyi peyğəmbər və onun əhl-i-beytindən ilham alan xan qızı Cümə məscidinin son təmirindən 5 il sonra 1888-ci ildə 98 yaşında əbədiyyətə qovuşur və ilk əvvəl Cümə məscidinin həyətində, daha sonra isə vəsiyyətinə əsasən aşiqi olduğu İmam Hüseyn şəhəri Kərbalada dəfn edilir.